vulkan püskürməsinə və magmanın axmasına aid təcrübəni müşahidə edəcək. Müşahidəni elə etmək üçün təcrübəni özünüz aparacaqsınız. Təcrübəni aparmaq üçün bizə nələr lazımdır? Yoldaşınız lövhədə yazır. Deməli, quru gil, indi iki yoldaşınız quru gildən istifadə edir. Bu bizim quru gildir. Quru gili də Murad gətirib, sağ olsun Murad, bunların hamısını uşaqlar gətirirlər və çox həvəslə birinci təcrübəyə hazırlaşırlar. Bax, görək, doğrudan bu təcrübəmizdə vulkan alınır, yoxsa alınır. Deməli, quru gil, 400 ml sirkə, 200 ml su, indi biz bunları neyiniz? Hazırlayacağız. Qablıcı mayi, biraz bir ekole qaşığı əzmində yemək sodası, 2 litr boş qabın içərisində bunları edəcək. Bu bizim indi olsun boş qabımız. Başlayalım, gəl bura. Deməli, ne edirik? Bunun içərisində əlavə edirik. Bu əlavələri qatıları 200 ml su götürülməsi üçün bağlı hələk. İndi isə biz bura sirkə suyuna, qida boyasına əlavə edirik və sonra isə bu qarışımı qarışdırırıq. Bunu indi isə bu qaba əlavə edirik. Qabın içində nə var? Qabın içərisində sirkə və qida boyası. Bəs bunun 200 ml 200 ml-in içərisində qabiyan maye, qida boyası, su, həmçində soda var. İndi isə biz vulkanımızı hazır edib, bu mayeni bura çəkəcəyik. Mayeni qarışdırırıq. Evet, salmaqla təhvəsini qarışdırırıq. Bəli. Və biz qarışdırdıq mayesi. İndi isə gözləyək vulkanımız hazır olsun. Cildə hazırladığımız vulkanımızın içərisində mayemizi tökürük və vulkanın yaranmasını burada müşahidə edirik. Və bu isə vulkanın yaranması. Kızlar alalım. Siz buradan seçin. Vulkan çəkdə danışıyorsunuz.